Belə bir suala baxaq. Deməli bu sualda məntiqi bir sualdır, yəni məntiqə aid bir sualdır. Ümumiyyətlə bu tipli suallarda Venn diaqramı ilə həll edirik və Venn diaqramı iki cür qurmaq qaydası var. Birincisi, baxın xırda burada göstərim. Bu şəkildə, yəni 3 dənə Venn diaqramı belə qurmaq, o digəri isə belə qurmaqdır. Bunu o halda qururuq ki, A and B and C-ni 0 versin. Amma burada 0 vermədiyinə görə deməli biz bundan istifadə edəcəyik. Deməli bu A halqası olsun Venn diaqramında, bu B halqası, bu isə C halqası olsun. İndi baxıram ki, deyir ki, baxın ümumiyyətlə bu tipli suallar həll edəndə A-nın 150 olmağından qabaq burada A and B and C-nin 10 olmağını qeyd edək. A and B and C baxın bu hissədir. Bu hissə 10-dur. Düzdürmü? Bunu həll edib, bunu yazdım, qabağına plus qoydum. Sonra B and not C. Yəni ki, B və C daxil olmayan belə deməkdir. Deməli B-nin C ilə daxil olmayan hissəsi haradır? Baxın, bu hissə. Ora deyir 70-dir. Sonra var ki, burada A and B 30-dur. A and B də bu hissədir. A and B 30-dursa, deməli bura 20 qalır. Çünki 20 ilə onu toplayanda 30 eləyir. Burada baxın bu ştrixlədiyim yerdə 70 idi deyə. Deməli 30, 20, 10, 30. Burada qalır neçə? 40 qalır. Not C. Yox, bir dəqiqə. C, yəni bu 10 daxil deyil da, 20 çıxmalıyıq. 70-dən də 20 çıxanda 50 qalır. Bu hissə 50 olmalıdır. Səhvən buranı da saymışam. Yəni not C deyəndə C-ni ümumiyyətlə atırıq. Təsəvvür edin ki, bu hissə yoxdur. Sadəcə bura 20 və 50, 70. Bunu da yazdıq, bunu da yazdıq. İndi A and C 20. A and C bu hissə 20-dirsə, deməli bura 10-dur. A and C çünki buradır. Baxın bu hissə. Sonra C 120-dir. Hələ ki o bizə istifadə olunmayasıdır. Buna plus qoyaq, bunu yazdıq. B 100-dür. B 100-dürsə, baxıram 10, 20, 50. Bir də nə olsun ki 100 olsun? Deməli 10, 20, 30, 50, 80. Deməli bura 20 olsa mənim işim düzəlir. B oldu 100. Bura oldu. Sonra deyir, bunu yazdıq plus. C 120-dir. C 120-dirsə, baxıram 10, 10, 20, 40. Deməli bura 80 olmalıdır ki 120 olsun. A isə, bunu da yazdım, 150-dir. A isə 150-dir. Baxıram 20, 10, 10. 40 edir və burada 110 olmalıdır ki, bu 150-yə tamamlansın. İndi bizdən soruşana bir dənə baxaq. C and not B and not A. Yəni ki, C-nin B və A çıxılan hissələrini yazmalıyıq. Yəni ki, not A nə deməkdir? A-nı atıram. Yəni buradan yuxarı tərəf gedir və B-ni də atıram. Yəni ki, sadəcə məndən bu hissəni soruşur. Burada elə 80 qiymətinə bərabər. Yəni cavab 80 olasıdır. C and not B and not A. Yəni A ilə B-nin daxil olmayan hissə, sadəcə C daxil olan hissə 80-dır.